Herkese salam. Bugün ismi yiyəlik halı, yəni the possessive or genitive case of nouns haqqında danışacağıq. Testlər üzərində sizə izah edəcəm. İlk növbədə deməli fikir verməliyik ki, ismi yiyəlik halı apostrof s və yaxud s apostrof həmçinin of sözünüzü vasitəsilə düzəlir. Lakin biz apostrof s görəndə bütün hallarda yiyəlik hal kimi qəbul edə bilmərik. Bunun üçün sizə qısa qeydlər hazırlamışam. Deməli buradakı hallarda, gördüyümüz bu hallarda apostrof s-dən sonra yiyəlik hal hesab olunmayacaq. Məsələn, apostrof s-dən sonra əvəzlik gələrsə, sifət gələrsə və ya artikellar gələrsə, sözünülər, say, fe'lin üçüncü forması, yəni participle to, həmçinin indiki zaman fe'li sifəti, yəni participle one, ing gələrsə, got hissəciyi gələrsə, very, often, always kimi sözlər, zərfləri gələrsə, həmçinin this, it's, there is birləşmələrini gördükdə biz bunları yiyəlik hal götürməyəcəyik. Həmçinin to be ifadələr var. Məsələn, to be going to be fond of, to be afraid of. Bu kimi birləşmələrdə də əgər apostrof s-dən sonra bu sözlər gələrsə, biz bunları yiyəlik hal götürməyəcəyik. Yəni bunu istəsəz SS edib get kimi yadınızda saxlaya bilərsiniz. İndi bu istiqamətdən çıxış edəcək. Testə baxarıq ki, deməli 53-cü sualdan gəlin başlayaq. Deməli 53-cü sualda baxırıq. Hansı variantda yiyəlik hal var? My niece got. Deməli, qeydlərdə də yazdığımız kimi apostrof s-dən sonra got gəlirsə, deməli bu həzin qısaltması olacaq. Has got ifadəsinin qısaldılmış formasıdır. Ona görə variantını yiyəlik hal götürə bilmərik. Və ya B variantında it's very difficult. It's ilə görən kimi bilməliyik ki, biz şəxs əvəzliyinə apostrof s əlavə etməklə yiyəlik hal düzəltməyə ehtiyac yoxdur. Çünki şəxs əvəzliklərinin onsuz da yiyəlik forması, yəni yiyəlik əvəzliyi versiyası var. It-i biz əgər yiyəlik halda işlətmək istəyirsə, buna onsuz da biz sadəcə it's deyəcəyik, apostrofsuz. Yəni şəxs əvəzliyindəki apostrof s yiyəlik deyil. Görürük ki, apostrof s-dən sonra da very gəlib, biz bunu yiyəlik hal götürməyəcəyik. C variantında yenə apostrof s-dən sonra very görürük, yiyəlik hal deyil. D variantında apostrof s-dən sonra görürük going to ifadəsi var, izin qısaltması olacaq, götürməyəcəyik. Have you signed yesterday's documents? Baxırıq ki, zaman zərflərində yesterday, tomorrow və yaxud today. Bu zaman zərfləri onsuz da hər zaman təkdə olduğu üçün onların yiyəlik halını düzəldəndə apostrof s-dən istifadə eləyəcəyik. Və burada da görürük ki, özündən sonra isim gəlib, yesterday düzgün formada yiyəlik halda işlədib apostrof s-lə, deməli cavabımız olacaq Y variantı. 54-cü sualda baxırıq. Yenə apostrof s-dən sonra going to ifadəsi var. Deməli izin qısaltmasıdır. A-nı tulduyuruq. B variantında işarə əvəzliyinə apostrof s əlavə edib, yəni burada həmçinin özündən sonra artikel gəlib, yiyəlik hal deyil. C variantında yenə şəxs əvəzliyinə apostrof s əlavə edib, düzgün deyil. Həmçinin özündən sonra burada deməli participle to olduğu üçün, deməli bu has spent-in qısaltmasıdır. Yəni o yiyəlik hal olmayacaq. D variantında Selena's appearance attracted my attention. Apostrof s-dən sonra isim gəlib, şəxs əvəzliyinə apostrof s əlavə edib, yəni Selena'nın görünüşü. Burada bir problem yoxdur. D variantı bizim düzgün cavabımızdır. Y variantında da görürük ki, apostrof s-dən sonra participle to gəlib. Burada da yiyəlik hal yoxdur. Yəni bu tip testlərdə ümumiyyətlə bayaqki qeydlərə əsaslanaraq saniyələr içərisində düzgün cavabı tapmaq mümkündür. Nəinki tərcümə. 55-ci sualı gəlin baxaq. Burada cəmi kökündən dəyişən qaydasız isimləri nəzər salmaq lazımdır. Məsələn, man, man, woman, woman. Yəni bu gəlibdən olan sözlərdə hansı ki onların təkdə də, cəmdə də hər zaman yiyəlik forması düzələcək apostrof s vasitəsilə. İndi burada həmçinin biz işarə əvəzliyindən ismin uzlaşmasına, həmçinin xəbərin uzlaşmasına da fikir verməliyik. Məsələn, A variantına baxırıq. This, women's, problems, were. Yəni bu hissələrdə bir problem yoxdur. Əsas problem nədədir? Woman özü cəmdədir, elə deyil. Biz bunun yiyəlik halını düzəltmək üçün ona yenidən s əlavə edib apostrof əlavə etməyimizə ehtiyac yoxdur. Dedik ki, cəmdə də, təkdə də bu isimlərin yiyəlik halı yalnız apostrof sonra s-lə düzəlməlidir. Ona görə A variantı səhvdir. B variantında baxırıq. These women's problems were solved by the government. Burada bir problem yoxdur, yəni B variantı düzgündür. C variantında görürük ki, burada artıq isimlə işarə əvəzliyi düzgün uzlaşmayıb. This təkdədir, amma woman cəmdədir, yəni ona görə düzgün deyil. D variantında da həmçinin woman cəmdədir, Z təkdədir, düzgün deyil. Y variantına baxırıq. Those women's də yenə s əlavə edib sonra apostrof artırıb, yəni bu da düzgün variant deyil. Yadda saxlayırıq ki, qaydasız isimlərin təkdə də, cəmdə də istənilən halda yəni yalnız apostrof s əlavə etməklə düzəlməlidir. Daha sonra gəlin, məsələn, 57 tipli suallara baxaq.
Burada deməli nəyə fikir verəcəyik? Əgər ismin qarşısında Mr, Mrs, Miss bu kimi sözlər varsa, deməli o ailənin bir üzvündən söhbət gedir və onun gəlik hala apostrof s-lə düzəlməlidir. Yox, əgər bütöv ailədən söhbət gedərsə, yəni soyadın qarşısına Z görürüksə, bu halda S əlavə edib sonra apostrof artırmalıyıq. Baxaq indi birinci sualda, birinci cümlədə Mrs Smith is Jane's and Tom's mother. Aha, burada əsas məsələ nədən ibarətdir? James and Tomsa nəzər salmalıyıq ki, deməli, əgər bir şəxs və yaxud bir əşya iki fərqli insana aiddirsə, o zaman hər insanın özünə, hər şəxs apostrof s əlavə edib və ismi cəmləmək lazımdır. Əgər ayrı-ayrı şəxslərə aiddirsə. Yox, əgər ortaqdırsa, birincini saxlayıb yalnız axırıncıya apostrof s əlavə etmək lazımdır. İndi biz bunu hardan biləcəyik? Sonda gələn ismimizdə cəm şəkilçisi yoxdur. Burada bunu biz əlavə elədik. Yəni düzgün versiyasının olması üçün. Yəni sondakı isimdə cəm şəkilçisi yoxdursa, deməli burada yanlışlıq nədədir? Jane'in və Tom'un analarıdır, anasıdır olmalıdır ki, yəni burada şəxsimiz də görürük ki, təkdədir. Ona görə Jane və Tom'un anasıdırsa ortaq şəkildə Jane'dən apostrof s atıb yalnız Tom'a əlavə etmək lazım idi. Amma burada ayrı-ayrılıqda ikisindən də apostrof s əlavə etdiyi üçün deməli burada başqa bir şəxs də olmalıdır və ismimiz cəmlənməlidir. Belə olmadığı üçün birincini atacaq. Yəni bir düzgün deyil. Bir olan cavabları atacaq. A, D, C gedəcək. 2-yə baxaq. Clara was Kate and Samuel's granny. Aha, yəni dediyimiz versiya ikinci cümlədə doğrudur. Clara bir nəfər şəxsdir. Kate'in və Samuel'in ortaq nənəsidirsə, deməli Kate'də saxlayır, yəni apostrof s yoxdur. Yalnız ikinci şəxs apostrof s əlavə edib düzgündür. Yəni 2 doğru olacaq. 3-ə baxaq. Rose's reaction made me angry. Aha, Rose'un reaksiyası şəxsimizdir. Özündən sonra isim tələb eləyib, apostrof s əlavə edib, təkdədir, düzdür. 3-də də bir problem yoxdur. 4-ə baxaq. Mr. Jack's ideas drew our attention. Aha, burada da Mr.dir, yəni ailənin bir üzvündən söhbət getdiyi üçün Jack təkdədir, apostrof s əlavə edib, özündən sonra isim gəlib, 4-də düzgün olacaq. Elə B variantımız doğrudur. 5-dən olanın deməli səhvinə baxaq. The students answering my question. Aha, baxırıq ki, burada nədədir problem? Apostrof s-dən sonra nə gəlib? Participle one gəlib, ing gəlib, cümlənin hər hansı əlavə bir xəbəri olmadığı üçün deməli buradakı apostrof s cümlənin xəbərinin bir hissəsidir, yəni izin qısaltmasıdır. Ona görə 5 yanlışdır. Bu formada yəni testləri həll eləyəcəyik. Gəlin biraz açıq suallara baxaq, açıq tipli tapşırıqlara da nəzər salaq. Məsələn, elə 70-ci suala baxaq. Yenə Jeremy and Thomas' father is British. Aha, əgər dediyimiz kimi bir şəxs iki nəfərə aiddirsə, bir əşya da ola bilər. Birinciyə apostrof s əlavə etməyə ehtiyac yoxdur. Sonuncuya əlavə eləyir. Xəbərimiz də təkdədir, fadə təkdə olduğu üçün, yəni 1 doğru olacaq. 2-yə baxırıq. Jennifer's and Brad's legs are frozen. Aha, baxmalıyıq burada apostrof s-dən sonra gələn ismə ki, görək bu isim hansı qrupa aid olan isimdir. Bilirik ki, bədən üzvləri ortaq ola bilməz. Hər kəsin ayrı-ayrılıqda olduğu üçün hər bir şəxsə ayrılıqda apostrof s əlavə etmək lazımdır. Xəbər də cəmdə olmalıdır. İsim də cəmdə olmalıdır. 2-də doğru olacaq. 3-ə baxırıq. Brother-in-law lost his documents. Aha, apostrof s-dən sonra gəlib participle to, feilin 3-cü forması. Deməli, bu həzin qısaltmasıdır. Cümlədə hər hansı bir əlavə xəbər yoxdur. Ona görə, yəni, deməli, xəbər burada apostrof s-də gizlənəndir. 3-ü götürmür. 4-də fortunately Jack's found a new job. Apostrof s-dən sonra görürük yenə participle to gəlib. Cümlədə ayrıca bir xəbər yoxdur. Ayrıca bir xəbər nə idi? İndi bir nümunə üzərində isə bunu izah eləyəcəm. Deməli, 4-ü götürmürük. 5-ə də baxaq. The Clintons' apartment is big. Aha, bütöv ailədən söhbət gedirsə Z artiklı, yəni cəmliyi ifadə edəcək. S əlavə edib sonra apostrof artıracaq. Özündən sonra isim gəlib. Doğru olacaq. Cavabımız olacaq 1, 2 və 5. Daha sonra 71-ə də baxaq. Burada yenə dediyimiz kimi bu tip sözləri görən kimi qaydasız isimləri yadımıza salmalıyıq. Yəni cəmi kökündən dəyişənlərə. Children's bedroom. Aha, cəmdədir. Təkdə də child da olsa, children da olsa hər iki halda apostrof s-lə düzəltməliyik yerliyini. Özündən sonra isim gəlib, bir problem yoxdur. 1 doğru olacaq. 2-də baxırıq girls dresses. Aha, burada girls-u cəmləyib, təzədən apostrof s əlavə edib. Burada ehtiyac yoxdur. Sadəcə s əlavə edib apostrof artırmaq lazımdır. Yəni 2 dənə s lazım deyil. 2 səhvdir. 3-dən students timetable.
Aha, burada da cəmləyib, s əlavə edib, sonra apostrof, özündən sonra isim gəlib, doğrudur. 4-də teacher's notebooks, yenə bayaqki kimi 2-də olan səhvdəndir. S əlavə edib, bir də apostrof, s ehtiyac yoxdur. S sadəcə apostrof olmalı idi, 4-də atırıq. 5-də də people's choices. Aha, burada da people bilirik ki, cəm kökünün dəyişən isimlərə aiddir. Ona görə də yəlik hal təkdə də, cəmdə də, person da olsa, people da olsa, apostrof s-lə düzəlməli idi. Özündən sonra isim gəlib, doğru olacaq. Cavabımız olur deməli 1, 3 və 5. Daha sonra gəlin baxaq, məsələn, biraz daha gəliz tiplərinə istəyirəm baxaq. Aha, gəlin 73-ə baxaq. Their uncle's house is very large. Aha, apostrof s istifadə olunub, ismə əlavə olunub, özündən sonra isim gəlib, tək isimdir, tək xəbərdir, bir problem yoxdur, bir doğrudur. Habil's a clever boy. Dedik ki, qeydlərdə də var ki, apostrof s-dən sonra article gəlirsə, burada yəlik hal deyil, xəbərdir, izin qısaltmasıdır. 3-də Kenan's father is a doctor. Aha, apostrof s-dən sonra isim gəlib, tək isim, tək xəbər, bir problem yoxdur, 3 doğrudur. 4-də də apostrof s-dən sonra got görən kimi yanlış olacaq, yəni bu çünki has gotun qısaltması. Cavabımız 1 və 3-dür. Bu formada həll eləyəcəyik. Və isə mən nəyi qeyd etmək istəyirdim? Apostrof s-dən sonra participle to və ya participle one gələ bilər. Hansı hallarda gələ bilər? Məsələn, deyirəm ki, Jack's broken bike was repaired. Məsələn, çaşdıra bilərsiniz sual tiplərində. Bu formada cümlələr verə bilər və siz axıra qədər oxumadan görəcəksiniz ki, apostrof s-dən sonra participle to gəlib atacaqsınız bu cavabı. Xeyr, burada düzgündür, yəni burada yəlik hal var. Necə bunu analiz edirsiniz? Əgər cümlənin ayrılıqda bir xəbəri varsa, cümlənin sonuna qədər mütləq oxumaq lazımdır. Cümlənin ayrılıqda bir xəbəri varsa, deməli, buradakı apostrof s-i biz yəlik hal götürə bilərik. Buradakı participle to isə keçmiş zaman fe'li sifəti kimi bir növ cümlənin təyini də, yəni sifət kimi çıxış etdiyi üçün və özündən sonra isim gəldiyi üçün biz bunu yəlik hal götürə bilərik. Tərcümə isə belə olacaq ki, Jack'in sınmış velosipedi təmir olundu. Bax, bura bizim xəbərimizdir. Xəbər hissəsi ayrılıqda varsa, deməli, bax, buradakı belə deyək, broken, participle to sifət kimi çıxış edib və sifət plus isim birləşməsi yəni burada var. Apostrof s-dən sonra yəni bu halı gördükdə biz bunu yəlik hal götürə bilərik. Çünki cümlənin arxada bir xəbəri var. Mütləq ayrıca bir xəbərə diqqət yetirməlisiniz. Yox, əgər olsaydı ki, Jack's broken bike. Bura qədər olsaydı cümlə, məsələn, bu hissə olmasaydı, deməli, burada has olacaq. Jack has broken bike, yəni Jack velosipedi sındırıb. Bu halda olsaydı, cümlənin deməli xəbəri elə burada gizlənəndir. Amma yox, cümlənin ayrıca bir xəbəri olsaydı, biz bunu yəlik hal kimi götürməliyik. Və yaxud da participle one gələ bilər, indiki zaman fe'li sifəti ola bilər. Məsələn, deyirəm ki, Tom's dancing son is, məsələn, clever deyək. Tomun rəqs edən oğlu ağıllıdır. Yəni, görür ki, cümlənin ayrıca bir xəbər var. Elədir. Deməli, buradakı apostrof s xəbər deyil və bunu yenə biz sifət plus isim birləşməsi kimi götürdüyümüz üçün buradakı apostrof s-i biz yəlik hal götürəcəyik. Yəni, bu tipləri görəndə mütləq diqqət yetirməlisiniz ki, cümlənin ayrıca bir xəbəri varsa və buradakı apostrof s yəlik hal olacaq. Yəni, bunu biz təyin plus isim birləşməsi kimi çıxış etdiririk. Yox, əgər cümlənin ayrıca bir xəbəri olmasa və birinci cümlədə olduğu kimi, məsələn, bu hissəyə qədər olsaydı cümlə, hə, deməli, buradakı apostrof s xəbərin bir hissəsidir, bir tərkib hissəsidir. Yox, əgər görürük cümlənin axırına qədər oxuyuruq, ayrıca bir burada xəbər varsa, deməli, bu apostrof s-i burada da isim olduğu üçün yəlik hal kimi götürəcək. Yəni, bu məqamlar əsas diqqət edilməli məqamlardandır.